Hə, mən polis işləmişəm qaqa. Amma mən yəni o keçən dəfə bir qəhbədən əmələ gələn var. Cırıq var bir dənə. Deməli TikTokda canlıdayam. Peysərin balası Peysər. Öyrənmişəm, tapmışam onu. Onun nəslini sikəcəm mən demişəm. O söydüyü söyüşə görə. Şeydə Avropa ölkəsi var bir dənə. Adı nə idi? Yadımdan çıxdı. Latviya idi yoxsa ay belə bir ölkə var ya, belə Latviya, Riga zad, oraya yaxın bir ölkədir. Orada qalır Peysər oğraş. Deyir mənə, sən mənə deyir tutmusan, canlıya qoşmuşam. Deyirəm mən səni harda tutmuşam? Deyir Səbalin ərazisində tutmusan. Deyir 4000 pulumu alıb buraxmısan. Dedim and içə bilərsən anavıncan. Deyir yox sən almamısan, başqa adama. Amma sən mənə tutmusan. Deyirəm mən səni harda tut, deyir şöbəyə aparmışsan. Dedim osturağa nə basırsan, mən şöbədə işləməmişəm. Sən mənim üstümə niyə naxırdın? Mən həqiqi şöbənin işçisi olmamışam. Birincisi şöbə rayon yerlərində olur. Mən idarədə işləmişəm. Yəni Bakı qarnizonunda bölmə var. Şöbələr olur rayonda. Bu kimsə rayon adamıdır, başa düşdün? Peysər bilər. Bunu tutublar, götün dağırdıblar, abijini qalıb. Oğraş Apşakovu söyüş söydü polislərə. Mən də elə şey xoşlamıram. Gicdallah sən bütün polisləri niyə söyürsən? Polisin içində yaxşı oğlanlar var. Elə hamı göt deyil ki, belə. Hər şey, hər bir sahədə göt var da. Mən nədir? Yox, Finlandiya deyil. Mən məsəl üçün polis işləmişəm, yenə də deyirəm. Götdə oğlan var. Mən bir dəqiqənə Meksikadayım, polisdə işləmirəm. Çıxsın görüntü ilə, amma kişi kimi üzünü göstərsin. Desin ki, çünki sən mənə cibimə nə iş atıb tutmuşsan. Var elə bir oğlan, yoxdur. Və mənə siz bir dənə polis işçisi göstərin Azərbaycan tarixində. Polisdən çıxsın, əməliyyatçı işləsin, polisdən çıxsın, mənim kimi canını atsın, rahat danışsın. Var elə bir adam görmüsünüz. Mən elə Azərbaycanda olanda buraxanda canını açırdım. Mən üçün qorxmarım. Mən özümə güvənirəm, etdiyim xidmətimə güvənirəm. Yəni mən özümə əminəm, mən heç vaxt heç kimin cibinə nə iş atmamışam. Çimib, çəkib, satıb, tutmuşam, yaxşı sikmişəm ağzını. Çinməsin, boğulmasın. Cinayət edib, ağzını sikmişəm. Narkotik satıb, sikdirib suroka bilər. Mənim vaxtımda bayıl ərazisində bariqa yoxdur. Götü var idi, kimsə orada narkotik satardı. Var yox, nədə dubinkanın götünə sokardı. İndi bilət, bayıla girirsən, elə bir Kolumbiya girirsən, var yox, nədən. Balaca uşaqlar iğdandır. Şpriz vururlar. Bayılın əvvəl ara uşaqları var idi. Mənə görəndə bilət, mənə nifrət edirdilər. İndi mənə görürlər, bayıl göt günə düşür. Mənə görüb belə, ayda Çinay, həqiqi sənin vaxtında belə şeylər yox idi. Sən həqiqətən də bacara bilmirlər, baş düşdün. Görürlər, cavan uşaqlar zarazit olubdur. Çingizin vaxtında elənçən şey var, deyərmiş. Mən tək Səba rayon idarəsində işlədim, amma təksənə mən bütün Səbənin ərazisində olan o cinayətlər idi, bariqalar idi, bütün hamısını mən nəzarət edirdim. Yəni orada bir dənə quş belə əyri uça bilməz. Mən elə əməliyyatçı olmuşam. Mən o indiki əməliyyatçılar var yoxla nəhlət bir dənə adamı götürməyə belə 10 nəfər tökülürlər. Bir dənə adamı özüm tək girib götürürdüm. Mən təkcənə girirdim, götürürdüm. Mən ehtiyac yox idi, şou yaratmağa. Mən elə polisçisi olmuşam.